mühimtərin məsələ bizim dinimizdə, məzhəbimizdə, şəriətimizdə birlikdir, vəhdətdir, ittihaddir, insicamdır, hamı bahəm olmaqdır. Peyğəmbər Əkrəm deyir ki, dinin iki dənə payası var, sütunu var. Buniyəl İslam əla kəlimətəyn. İslam yəni mənə iki kələmədir. Biri kəlimətü təvhid. Kəlimətü təvhid mənası nədir? Kim bilir kəlimətü təvhid yəni mənə? Yəni la ilahə illallah. Kəlimətü təvhid yəni la ilahə illallah. Dedi dini iki dənə bir şey saxlayar. Biri kəlimətü təvhiddir, biri təvhidul kəlimədir. Bunların fərqi var. Bəli ikisi də lazımdır. Kəlimətü təvhid yəni la ilahə illallah. Təvhidul kəlimə da la ilahə illallahdır. Təvhidul kəlimə yəni sənin kələmələrin bir olsun, sözün bir olsun, fikrin bir olsun. Bu həncərədən, bu boğazdan və bu fikirdən, bu zehndən iki söz çıxmasın, bir söz çıxsın. Əgər kəlimət-ü təvhidin özünün bəhsi vardır, la ilahə illallah. Mən ikincisindədir sözüm. Əgər bu təvhidul kələmə aradan gedər, biz Allah görsətməsin düşək ixtilafa, niza eləməyə, bir-birimizin canına düşməyə, əlimizdə olanı da əldən verəcək, çıxıb gedəcək. Əlimizdən olanı da əldən verəcək. Çox əhəmiyyətlidir bu ixtilaf ərsəsi. Ki Allah deyir ki, ixtilafdan uzaq qalız. İxtilafa sarı getməyiz. İxtilafdan müğəyyəd oluz. İxtilafdan müğəyyəd oluz. Ağalar, bu söz ki mən deyəm, hər yerə sidq eləyər. Hər yerin sözüdür. Bir dərmandır tamam dərdlərə. Evdə əgər ixtilaf ola, ər-arvadın arasında, biz deyirik zən-i şohər, həyat yoldaşı, dədə-balanın arasında əgər ixtilaf ola, Allah belə xeyr-bərəkəti o evdən götürər. Allah belə xeyr-bərəkəti o evdən götürər. Nə qəd qaçar yetişməz. Nə qəd çalışar, hələ bir teredmilin üstündə qaçır. Bəzilər teredmilin üstündə qaçarlar. Çox qaçarlar, amma bir yerə yetişməzlər. Amma əgər birlik ola, ürəklər bir ola, hələ bil o qəd Allah xeyr bərəkət nazil eləyər xanıvadiyə. Hələ bil o bərqi pillə vardı, üstündə qalıysan qalanın özü yaparıq. Ona oxşay. Sən qalıbsan ha, vəli ilə hərəkətdəsən, çatıysan məqsədə. Vəli qalıbsan, çox da zəhmət çəkməysən. İttihadın xasiyyəti budur. İttihadın xasiyyəti budur. Əgər ittihad oldu, xeyr bərəkət gələr. Həm evdə ittihad lazımdır, həm şəhərdə ittihad lazımdır, həm dində, məzhəbdə ittihad lazımdır. Allah Qur'anda deyir ki, Peyğəmbər, hər kim gəlir ixtilaf yaradır, əslən o sənlə ögeydir, biganədir. Özü tez ondan çəkir ağa. İnnellezine ferragu dinahum. Onlar ki gəldilər, ixtilaf elədilər və kanu şi'a, dini şöbə elədilər. Dini şöbə elədilər. Ləstə minhum fi şeyin. Ya Resulallah, sənin onlarla heç münasibət yoxundur. Heç irtibat yoxundur. Onların hesab kitabı mənim özümləndir. Yəni əsən onları boşda ixtilaf salamı. Kur'an'ın bir ilahi ayəsi deyir ki, La tenazəu və təfşəlu və təzhəbə rihukum.
niza eləməyiz, qatıb qatışdırmayız, səbr əhli oluz, bücürlü olmasız, təzhəbə rihukum, təzhəbə rihukum, İmam-ı Sadıqdır, yəni təzhəbə ezdukum, yəni izzətüz aradan gedər, izzətüz aradan gedər. Alan düşmənlərin, böyüklərin hədəfi budur ki, istər bir dənə məmləkətdə əsər qoya, əvvəlcələr məmləkətin öz içində 2 tirəlik yaradar, 3 tirəlik yaradar, ixtilaf yaradar. İxtilaf yaradandan sonra rahat gələr o məmləkətdə hər iş göylü istədi, əncam verər. Dinin düşmənləri hamı keşvərlər üçün üzrünə bərnaməsi vardır, hamı keşvərlər üçün. Biz gələn nə olaq? Ayıq olaq. Bədtərin bir şey məsələ ixtilafdır. Mən bir dənə misal deyim Qur'andan. Həzrəti Musa dinin yolunda çox zəhmətlər çəkdi. Çox zəhmətlər çəkdi. Çox. Əziyyətlər də gördü. Baxız, Firavunla dərgir oldu. O cadu eləyənlər, onlar ki, ipiyatə edilər, ilan olaydı. Həzrəti Musa onlarla dərgir oldu. Gəldi, bu da əsasını atdı, əlinin ağacını atdı, oldu əjdaha. Onların ipləri ki, ilan olmuşdu, onları yedi. Rud Nili vəsətdən böldü, ta rədd ola bilərlər. Bunlar o işlərdir ki, Həzrəti Musa eləyibdi, ta Bəni İsrailin eləyə hidayət eləyə, ta Bəni İsrailin yığı öz dövrəsinə. Həzrəti Musa xeyli برای cəm کردن Bəni İsrail və hidayət Bəni İsrail zəhmət keçdi. Xob, böylələm zəhmətdən sonra Allah Həzrəti Musa'ya dedi ki, Musa, gələcəksən Tur Sinaya, mən sənə loh ya kitab-ı müqəddəsi verəcəyəm. Gələcəksən Tur Sinaya, sənə kitab-ı müqəddəs verəcəyəm. Həzrəti Musa da Bəni İsraili eləyibdi. Bir dənə hamısı Allah'a ibadət eləyib Bəni İsrail. Hamısı. Həzrəti Musa'ya dedi ki, Tur Sinaya. Kur'an ayəsi oxuyam. Və vaədna Musa səlasinə ləylə. Dedi, Musa, 30 gecə gələcəksən Tur Sinaya. 30 gecədən sonra mən müqəddəs kitabı verəcəyəm sənə. Müqəddəs lohi verəcəyəm sənə. Həzrəti Musa da Bəni İsraili yığdı. Dedi, Bəni İsrail, mən gediyəm müqəddəs kitabı Allah'tan alam. 30 gün yoxam. Mənim yerimdə qardaşım Harun buradadır. Bu söz ki deyəm, nağıl deməyəm, tapbaca deməyəm. Bunun içində nüktə var. Bir aləm söz vardı. Bir dünya söz var. Bir dünya. Həzrəti Musa dedi ki, qardaşım Harun sizin içinizdə, mən getdim kitab-ı müqəddəsi alam. Və vaədna Musa səlasinə ləylə. Musa ki getdi orada 30 gecə qaldı kitab-ı müqəddəsi alam. 30 gecə qutarandan sonra Allah dedi, Musa 10 gecədə izafə qalacaqsan. Bu 10 gecə hər nəyə vurdu bir-birinə. Və ətməmnaha bi əşr. 30 günü oldu 40 gün. Və ətməmnaha bi əşr. Xob, Bəni İsrail dedilər, Musa peyğəmbərdir, yalan danışmaz. Bu 30 gecəyə gələcəkdir, yubandı. Niyə yubandı görəsən? Meydan düşdü o Samiri ki cadu cəmbəl işindeydi, onun əlinə. Samiri gəldi dedi, gördünüz Musa gəlməyəcək. Samiri bir dənə cadugər idi. Dedi, gördünüz Musa gəlməyəcək, deməmişdi 30 gecə. Hani qutardı, gəlmədi Musa. Pəs onda Allah Musanı peyğəmbərçiliğin qoyub qırağa. Musa da heç qayıtmayacaq.
Sonra da geldi Samiri bir tane mücesseme, bir tane heykel zurradı. O heykel bücür idi ki onun içinden yer rədd olaydı, ses vereydi kızıldan. Yer rədd olanda ses vereydi. Dedi merdum Allah budur. Beni İsrail'e dedi. Ağa bu 10 günün içinde 70.000 Beni İsrail hamısı oldu müşrik. Butperest müşrik. Allah bu haberi Hazreti Musa'ya verdi. Bak yavaş yavaş yetişeyim o asli nükteme. Allah Musa'ya dedi ki qala fe inna qad fattanna qavmek. Musa mən sənin adamları, peyrovları imtihana çəkdim. Və əzəllahumus Samiri. Samiri bunların hamısını yoldan çıxartdı. Musa dedi Samiri yoldan çıxartdı. Dedilər hə. Dedi mən beləm zəhmət çəkmişdim, zəhmətim zayi oldu. Allah dedi hə. Hazreti Musa, bunlar ki yoxyam hamısı ayı Qur'andır. Və ləmmə rəcə Musa ilə qavmihi qəzban əsifa. Musa əsəbani, narahat qayıtdı öz yarlarının, peyrovlarının içinə qayıdı. Qayıtcəkin gördü Bəni İsraili, gördü hamı botpərəst olubdu, hamı müşrik olubdu və əlqəl əlvah. Allah verdiği kitabı çırptı yerə hirsindən. Və əlqəl əlvah və əxəzə birəsi əxiyyə fəyyəcurruhu eləyh. Qardaşı Harunun başının tükündən yapışdı, yerdə sürütdü. Ki mən bu ümməti sənə tapşırmışdım. Sən nə üçün bir iş görmədin? 10 gün sən bu ümməti saxlaya bilmədin. Hamısı oldu müşrik. Baxız, Harun bir cavab dedi, bu da Kur'an ayəsidir. Harun bir dənə cavab dedi, tamam. Musa Harun'u boşladı, boşlamaydı ki. Harun dedi, yəbdə olma. Ay mənim anamın oğlu, yani ay mənim qardaşım, Həzreti Musa'ya deyil. La təxuz billihyəti. Bilinir ki, bir əli ilə də Harun'un saqqalından yapışıb çəkəymiş. Hirsindən Musa. Övələm zəhmət çəkmişəm, hidayət eləmişəm, 10 gün saxlayamadım Bəni İsraili. Dedi, la təxuz billihyəti və la birəsi. Mənim saqqalımdan yapışıb çəkmə, başımın tükündən yapışıb çəkmə. Mən nə üçün bunlara dinmədim, bir kələmə demədim? İnni xəşitu ən təqul fərrəxtə bəynə Bəni İsrail. Harun, qorxdum mən bir söz deyəm. 2 tirəlik düşər, ixtilaf düşər. Sonra sən gələsən, mənə deyəsən ki, Harun Bəni İsrailin arasında təfrəqə yaradıbsan. Bəni İsrailin arasında ixtilaf yaradıbsan. Bu vahid və bir ümmət ələn olub 2 dənə. Bəziləri Samirinin dalına düşüb, bəziləri Musa'nın dalına. Harun dedi ki, ya mən heç zat demədim, biləydim də sən qayıdacaqsən. Bunlar da sən yox idin, bütün bütpərəst olublar da müşrik oldular. Xəşitu ən təqul fərrəxtə bəynə Bəni İsrail. Qorxdum deyəsən Bəni İsrailin arasında təfrəqə yaradıbsan. Bu da ana, Bəni İsrail hamısı burada. Bəni İsrailə də dedi, bu da Musa dedi, düz gəlməyibdi. Onlar hamısı təzdən oldular Həzrəti Musa'nın peyrovları. Hamısı. Vəli ixtilaf düşsəydi, məgər cürramaq olayı, ixtilafda ürəkləri çirk basay. Tərəf gəlib mənəm deyil. O qədər ixtilafla işləri qabağa aparıblar, o qədər ixtilafla işləri qabağa aparıblar. Misali məmləkətdə, siz bilirsiniz İngilisin nə qədər cəmaəti var, nə qədər mərdumi var? Hindin nə qədər mərdumi vardı? Əslən, Hindlə İngiliz müqayisə eləməlidir. 1 milyard xurdeyi Hindin cəmaəti vardı. 1 milyard. Hind nəcür oldu gəldi, İngiliz nəcür oldu gəldi Hindi aldı əlinə. Hindin öz içində ixtilaf saldı. Bax, ixtilafı salıylar, 2 tirəliği salıylar. Köndələm atı binib,
əyri çap eylər. Heç kim də heç zat deyə bilmir. Pəs bizim bugünkü Fatimiyyədən sözümüz bu olsun ki, Həzrəti Zəhra niyə şəmşir çəkmədi? Niyə qılınc çəkmədi? Gördüm mən qılınc çəksəm 2 tirəlik düşəcək ümmətdə. Dedi mən 2 tirəlik salmayayım. Salsam dinin hamısı yaradan gedər. Dindən heç ad qalmaz. Buna biz gərək çox diqqət eləyək. Bir rozeyi amadə eləmişdim. Oxuyam, ehsas eləyəm halız yoxdur. Oxumaq yəni deyəm bir ehsasım budur ki, talib döyürsüz çox. Bir cür əyləşibsiniz, bir cür baxırsınız mənim gözümün içinə. İcazə verirsiniz elə burada mən xatimə verim, Ay Xanıdan istifadə eləyərik. Əziz gecələrdir, Ay Xanıdan hala gələcək, məddahi eləyəcək. Ərz eləyim xidmətinizə bu göz yaşların xırda saymız, göz yaşların xırda saymız. Elə gözüz bir zərrədə istandı, gözüz bir zərrədə istandı, hər nə tamam, hər nə mənə həldir, hər nə mənə. Və Əhl-i Beyt də müştəridir, bu göz yaşına müştəridir. Əslən özləri sifariş eləyiblər ki, şiyələr ağlayalar bunların müsibətlərində. Bir seri Peyğəmbər Həzrəti Zəhriyə xəbər verəydi ki, qızım Hüseynin başına nə oyun gələcək? Həzrəti Zəhriyə dedi ki, Peyğəmbərə Əkrəm, qızım, oğlun Hüseyni bir qərib yerdə şəhid eləyəcəklər. Həzrəti Zəhra başladı ağlamağa. Ağlayandan sonra dedi ki, Ya Resulallah, o zaman ki Hüseyni şəhid eləyəcəklər, atası Əli o moğə həyatdadır, diridir. Dedi ki, yox, atası Əli diridir. Dedi ki, qardaşı Həsən diridir. Dedilər ki, yox, qardaşı Həsən də diridir. Həzrəti Zəhra qayıtdı, Peyğəmbər Əkrəmə dedi ki, dedi, o moğa ki Hüseyni şəhid eləyəcəklər, bacısı Zeynəb vardı, diridir. Peyğəmbər dedi, Zeynəb var, diridir, vəli Zeynəbin günü Hüseynin günündən çox çətindir, bətərdir. Zeynəb də isarətdə olacaq. Sonra Həzrəti Zəhra bir cümlə dedi Peyğəmbərə. Başladı, ağladı. Həzrəti Zəhra Peyğəmbərə dedi ki, və mən yəbki ələl Hüseyin. Və bu Hüseynin tamam yoxun adamları dünyadan gedib, özə qərib yerdə, qurbətdə şəhid olacaq. Və mənim oğlum Hüseynə kim ağlayacaq? Kim ağlayacaq Hüseynə? Peyğəmbər Əkrəm dedi ki, görünə mənə, Peyğəmbər sizi gördü, bizi gördü. Peyğəmbər dedi ki, Fatimə-i Zəhraya, dedi ki, qızım Zəhra, o zaman sənin o çox istəyənlərin, səni sevənlər, kişilər Hüseynə ağlayacaq, qadınlar Kərbəlada şəhid olan qadınlara və Kərbəlada əsir olan qadınlara ağlayacaq. Bax, bizim göz yaşımızın üstündə hesab açıbdır. Özə bunu da ərz eləyim o xidmət üzə. Da axır gecədir də, mən də elə bu gecəni sizə qonağım. Axır gecədir, baxız, hətmən niyyət eləyiz. Hətmən niyyət eləyiz. Yəni, bir cür olmasın. Bu, farslar deyərlər, əz-pey məsləhət məclis arastınd, neşəstənd, qoftənd o bərxastənd. Belə olmasın. Məsələn, bir məsləhət üzrə bir məclis qurdular, əyləşdilər, danışdılar, durub getdilər. Belə olmasın ki, gərək bizim hədəfimiz olan, niyyətimiz olan, böyük pay bu cür məcalisdən alaq.
Biri Zəhra məclisində də hacətini ala bilməsə, özündədir müşkül. Zəhra məclisində hacət ala bilməsə, heç kimə danlaq vurmasın. Heç kimi məlamət eləməsin. Özündədir müşkül. Özündədir. Mən neçə cümlə deyəm, məclis amadə olsun. Ay xani üçün. Xob, iş gəldi, çatdı bir yerə ki, Həzrət-i Zəhrani sili ilə vurdular. Bir dənə böyük şillə vurdu Həzrət-i Zəhraya. Bu şillənin o qədər gücü var idi. Şillə deyirsiniz də? Bu şillənin o qədər gücü var idi. O qədər gücü var idi ki, o Meğdad o nanəcibi bir seri gördü. O nanəcibi bir seri Meğdad gördü. Sözləri o an bir an gəldi, Meğdada bir dənə şillə vurdu. Sonra Meğdad qayıtdı, ona dedi ki, bala, əgər mənə bir cür şillə vurdun, elə mən kişiyəm. Zəhraya da bir cür şillə vurdun. Gör Peyğəmbərin qızı nə çəkib. Ərzim budur ki, gəldi Fatimə-i Zəhra, Allah əmanətinə bir dənə şillə vurdu, Həzrət-i Zəhra düşdü yerə. İmam Həsən də oradaydı. 6 sinni var, 6 yaşı var. İmam Həsən də oradadır. 6 yaşı olan uşaq nə cür anasından difa eləyəcək? Məgər difa eləməlidir? Nə onun qabağında qala bildi, mübarizə eləyə bildi, nə anasının dadına çata bildi. Amma o Ələvi qeyrət İmam Həsən ağanın qanındadır. O Ələvi qeyrət. Ağa Fatimə-i Zəhra ki, düşdü yerə, yazıblar ki, əvvəldə İmam Həsən ağa o anbiyana baxdı. Görərsən biri görərsən biri yıxılanda o anbiyana baxar, görə hələ biri görübdü ya görməyibdi. İmam Həsən ağa tez o anbiyana baxdı. Görüm hələ mənim anamın yıxılmağın biri gördü ya yox. Vaxtı gördü ki, yox. Muhammed Ali Muhammedə salavat deyək. Qalıb. İmam Həsən ağa tez özünü atdı anasının üstünə ki, biri gəlib bu şəraitdə, bu vəziyyətdə anasını görməyə. Gör nə mənə dedi Fatimə-i Zəhraya. Fatimə-i Zəhraya deyir ki, ələyaq çalma nənə. Nənə yəni ana. Ələyaq çalma nənə, qeyrətim öndürdü məni. Həzrət-i Zəhra o şəraitdə İmam Həsən ağaya dedi ki, oğlum Həsən, bir zərrə mənə bir möhlət ver. Bir zərrə mənə möhlət ver, oğlum, duracağım ayağa. Ələn dururam. Qoymaram biri görə ki, sənin anın bu küçədə yerə düşübdü, sənin abrun gedə, sən cavansan. İmam Həsən ağaya dedi ki, möhlət ver. Bu, bilirsən də, Zəhranı vurmaq Əhl-i Beytin ürəyin yandırdı da, ürəyin yandırdı. Həzrət-i Əbəlfəz çox sonra dünyaya gəldi. Həzrət-i Zəhra şəhadətindən sonra dünyaya gəldi. Bir seri Ümmülbənin deyir ki, Həzrət Əliyə dedim ki, Əbəlfəz yoxdur. Həzrət Əli dedi ki, Əbəlfəz gələr. Sonra deyir, biraz soğuşdu, dedim ki, bala, Əbəlfəz gəlmədi. Həzrət Əli dedi ki, bala, cavandır da, xırda uşaq deyir, gələr. Oldu axşam, oldu gecə, dedim, bala, Əbəlfəz gəlmədi. Həzrət Əli deyir ki, yox, gedim dalısıyacaq. Getdim, gördüm, Əbəlfəz Mədinədən çıxıbdı çölə. Özü ilə, biz deyirik, hədisi nəfs eləmək, adam özü ilə danışmaq. Əbəlfəz hələ Zəhranı görməyib, fəqət eşidibdi Zəhranı vurublar. Qeyrətli Əbəlfəz deyirlər, buna görədir də. Gördülər, Əbəlfəz özü ilə deyir ki, ana Zəhra, olaydım mən o küçədə görüm kimsən əl uzada biləydi. Olaydım mən o küçədə gör əl uzadanın əlin qələm eləydim, eləməydim. Əhl-i Beytin yadından məcər çıxar. İmam Həsən ağa özünü atdı. Anası Fatimə-i Zəhranın üstünə dedi, ələyaq çalma ana, qeyrətim öndürdü məni.
Sonra Zəhra dedi, oğlum möhlət ver, əylan durra. Vəli İmam Həsən möhlət vermədi. Gör nə mənə deyil anasına. Dedi, ana, gər üzün toxtasa, dur mənlə gedək. Qalma nənə. Əcilibdir, anasına bu sözü deyil. Gər üzün toxtasa, dur mənlə gedək. Qalma nənə. Versələr də bu fədək bağını, day alma nənə. Sən peyğəmbər qızısan, vəğruyu sındırma nənə. Dur gedək evə, bu zalimə üz vurma nənə. İmam Həsən ağa deyir. Həzrəti Zəhra min zəhmətlə durdu ayağa. Bəli gör nə cür gedik. Gör nə cür gedik. Deyirlər çün qəbalə para, qəlb oldu yara. Yol gedik Zəhra, vəli deyiz qalan. Yol gedik Zəhra, vəli bilmey hara. O şilli belə tutdu xanımın üzün. Xanım da bilmeydi hara gedə, yolu itirdi. Yolu itirdi. O ki İmam Həsən ağanın rozəsində deyilər ki, uca səslə Həsən ağladı, dedilər, Həsən niyə uca səslə ağlayırsan? Dedi, o küçədəki mən gördüyümü əgər siz görsəydiniz, siz məndən uca səslə ağlayardınız. Gedəndə mənim əlim anamın əlində idi. Amma o nanəcib bir şilli vurdu anama, gələndə anamın əli mənim əlimdə idi. Dedi, oğlum yapış əlimdən, gözlərim görməyib. Yapış bizi yapar evə. Qal bir istirahət eləyim. İmam Həsən ağa anası Neyləncili əlindən yapışdı, gətirdi evə. Bilirsiniz də, neçə müddət əylan mən gölüm istədiği məclis olayım. Əylan ehsas eləyə Əhl-i Beytin təvəccühatı bax bu məclisdədir. Baxız, bunu Həzrəti Əlinin oğlanları deyil. Deyir ki, əyləşmişdim anamın yanında, sən ya Allah hacət istəysən, nə mən Allahdan istəysən, bax bunda al, bunda al. Bu cümlədə al. Əyləşmişdim anamın yanında, gördüm ki Həzrəti Zəhra o məridçilik haləti ilə mənə baxır. Deyir, Həzrəti Zəhra qayıtdı, dedi ki, Həsən, oğlum, narahatsan. Şillə yiyəndən sonra dedi, Həsən, oğlum, narahatsan. Həsən, oğlum, fikir eləysən ki, mən sənin anun, səndən uzaq gəziyəm. Sonra qayıtdı, dedi ki, Həsən, oğlum, hər kim də bilməsə sən biləysən də, niyə evdə örtük bağlamışam, niyə evdə niqab vurmuşam? Sonra o şillə qızartmışdı xanımın üzün. Dedi, Həsən, oğlum, hey, Həzrəti Zəhra deyir, Həsən, narahat olma, Həsən, mən elə yine sizi çox istəyəm, vəli sizlə bir yerdə qala bilməyəm, ağrım çoxdur filan. Hey xanım dedi, gördü, İmam Həsən ağa cavab vermir. Həzrəti Zəhra qayıtdı, dedi ki, Həsən, niyə sakit olubsan, niyə danışmıysan? O uşaq qayıtdı, dedi ki, ana, mən Həsən deyirəm Hüseynə. O şillə gör nə cür vurmuşdu. Həzrəti Zəhra yoxun fasilədə qayıtdı, dedi ki, ana, mən Həsən deyirəm Hüseynəm. Sən teylə mənə Həsən deydin, teylə mənə Həsən deydin. Kərbəlada da bir dənə ikinci Zəhra-i Sani deyərlərdə Həzrəti Ruqayyə İmam Hüseynin qızına, ona da bətər şilli vurdular. Zəncir Ruqayyə də şilli vurdu. Ruqayyə dilli qız idi. Sözün deyən idi o 3 yaşında qız. Tey sözləri uca deyərdi, uca səsdən deyərdi. O xərabi Şamda İmam Hüseynin o kəsilən başını gətirdilər. Gördülər Həzrəti Ruqayyə yavaş-yavaş getdi. Bu ağzını yoxunlaşdırdı Hüseynin qulaqlarına. Sonra bir cümlə dedi. O ki deyilər, axı bilirsən də Ruqayyə deyərdilər ki, Xırdaca Zəhra. Qiyafədən də bir oxşarı var idi. Ruqayyə də bir cümlə dedi İmam Hüseynə. Tamam sözlərin uca səslə deyərdi, burada ahistə dedi, yavaş dedi. Dedi, qoy sözü ahistə deyim. Hüseynə deyim, atasına. Qoy sözü ahistə deyim, əmməmə bildirməmişəm. Zəncir belə şillə vurub, Hüseyin, ata, bir gözüm görməyik. Həzrəti Ruqayyəni də bətər vurdular. Bəmanət, mən əraizi müqtarım, baxız,
biz Zəhraya ağlayacağıq. Ta qiyamətən təkin ağlayacağıq. Çünki qurtarmayıb ki, bax Həzrəti Zəhran əgər 50 yaşı olsaydı, 60 yaşı olsaydı, belə narahat olmazdıq. 18 yaşı var idi. 18 yaşı var idi. Bu 18 yaşdakı belə ömr eləmədi. Həzrət Əliyə xəbər verdilər ki, Zəhra dünyadan gedibdi. Gəldi tez başının üstünə Zəhraya deyir ki, Zəhra, əgər eləyə biləysən, getməyəsən, bu dünyanı tərk eləməyəsən, Zəhra getmə. Zəhra çox cavansan, eləyə biləysən qalasan qal. Bunlar dərd və dilhay Həzrəti Əli idi Zəhri ilə. Əgər Həzrəti Zəhrani yine şəmşirlə öndürsəydilər, adam deyərdi ki, eyb yox. Təpiklə vurdular. Baxız, əgər Həzrəti Zəhra hamilə olmasaydı, şayət bizim ürəyimiz böbələm yanmaydı. Görərsiniz, o ana ki, qarnında uşaq vardı, onun tez sağ soluna keçərlər, onun havasını saxlayarlar. Hey, görərsən, təbib gələr, onun başının üstündə qalar. Hey, halın soruşar. Əgər Zəhra hamilə olmasaydı, şayət böbələm yanmaydıq. 6 aylıq uşaq qarnında var idi. Əgər Zəhranı təhv vursaydılar, şayət böbələm yanmaydıq. Ərinin qabağında vurdular, uşaqların qabağında vurdular. Əgər Zəhra atası Peyğəmbərin yasına görə əzadar olmasaydı, şayət çox yanmaydıq. Həzrəti Zəhra yaslı idi, özü əzadar idi, atası təzə dünyadan getmişdi. Əgər yine Peyğəmbər Zəhranı ümmətə tapşırmasaydı, öbələm yanmazdıq. Peyğəmbər dönə-dönə ümmətə tapşırdı Zəhranın havasını saxlı, öz Zəhradan müğəyyəd olur. Əgər Peyğəmbərin axır sözün budur, əgər Peyğəmbərin 3-4 dənə qızı olaydı, birini öndürəydilər, yine çox yanmazdıq. Kollən Peyğəmbərin bir dənə uşağı var idi, o da bir dənə qızı idi, onu da ümmət bu günə bu idi. Və səyələmullezine zələmu əyyəmun qələbin yənqəlibun. Pərverdigara, Xudaya, səni anda veriyəm Həzrəti Zəhra-i Mərziyyənin o sınan qaburğasına. Xudaya, tamam mərizlərimizə şifaya acil mərhəmət elə. Pərverdigara, Xudaya, o sınıq, o qəlbləri ki bu məclisdə sındı, Həzrəti Zəhranın müsibətinə görə narahat oldu, qəmli oldu. Xudaya, o qəlbləri, o ürəkləri qiyamətin günü narahat, qəmli, tozğun eləmə. Pərverdigara, Xudaya, xeyr və bərəkəti bizim əziz əzadarlarımızın zindigisinə nazil elə. Bir şad uşaq istey, Xudaya, salih, salihə uşaq mərhəmət elə. Pərverdigara, Xudaya, savabı bücür məcalis məhafili bütün zəxirə qəbr axirətimiz qərar ver. Ölənlərimizin ruhuna aid o vasil elə. İmam-ı Zamanı bu cəmə duagu qərar ver. İmam-ı Zaman əliylə bizi buradan əli boş yola salma. Bu əzizlər ki zəhmət çəkirlər, bunların mallarına, canlarına, ömürlərinə bərəkət, mərhəmət elə. Ağılla gəlməyən bəlalərdən bizləri hifz elə. İmam-ı Zaman ağanın fərəcində təcil elə. Və haqqı salavat-ı ver Muhammed və Ali Muhammed. Gel Hüseyin'im tez gel, nur eynim tez gel. Öldü anam Zehra, anasız kaldım. Gel Hüseyin'im tez gel,